Salam, mən Nəgin. 12 ildir ki, bu memarlıq və dizayn sahəsində xidmət göstərirəm və biz layihələrimizi artıq yeni texnologiyalarla VR animasiya, 360 renderlər və 4K renderlərindən təqdimat edirik. Bu haqqda geniş məlumatlandırmaq istəyirəm bu gün sizi. Linear dizayn olaraq artıq çox layihələrimizi, böyük layihələrimizi VR animasiya ilə təqdim edirik. VR animasiya nədir? VR animasiya sanal aləmə keçiş kimi ola bilər. Artıq eskizdir, kağızlardır, deyil də siz direkt məkanın içində gəzə bilirsiniz və real formada orada işıqlandırmanın, oranın abu-havasını, ambiyansını görürsüz və bu sizin üçün daha bir rahat seçim suna bilir. Və bu seçimlərinizdə köməklik göstərir, vaxta qənaət olur. Belə ki, mebel seçimində hətta sizdə qərarsız qalanda seçim edə bilirsiniz və iki variantı da orada real formada görürsüz və bu sizin üçün böyük bir avantaj halinə gəlir. Artıq belə deyim, VR animasiya bizə daha nə qazandırır? Belə ki, böyük binalarda müştəri gələndə və bu bina hələ də tikilməyib və hələ də ki təmiri olunmayıb, dizaynı olunmayıb. Bəs biz necə təqdim etməliyik bunu? VR eynək animasiyası böyük rol oynayır. Siz artıq onu real formada eksteryerini, interyerini müştəriniz orada gəzir və artıq orada reallıqda necə bir forma görsənəcək və necə bir durumda olacaq, onu siz rahat şəkildə görürsüz və müştərinizə təqdim edirsiniz. İndi belə sual yaranır ki, bizim evimizin sahəsi balacadır, bizim obyektin sahəsi balacadır və bəs biz necə bu xidmətdən yararlana bilərik? VR deyil də başqa necə formada onun məkanın içində real formada görə bilərik, gəzə bilərik və bu xidmətdən başqa formada necə istifadə edə bilərik? Bu sualın cavabı da budur. Belə bir xidmət də göstəririk ki, 360 renderlər eləyirik. Halbuki sabit şəkildə siz durursunuz, ya hətta oturursunuz və eynək sayəsində ətrafa baxaraq divar tonlarını, yenə də eyni şeyləri görürsünüz, amma sabit şəkildə olur. Və bu da kiçik məkanlarda, kiçik obyektlərdə və büdcəyə uyğun olaraq yaxşı bir sunum olur. Yox, biz VR deyil də, bəs necə keyfiyyətli bir şəkil formada eskizimiz ola bilər ki, bunu gələcəkdə biz ustalara göstərək, biz necə onu formasını şəkil formada əlimizdə olsun, albom şəkildə olsun. Təbii ki, o xidməti də biz göstəririk, 4K renderlər veririk və digər şirkətlərə əsasən öncəliyimiz olur ki, hər tərəfdə biz renderlər veririk, hər tərəfdə hər şeyə diqqət edirik, detaylına qədər. Bugünkü gün reklam çox önəmli bir sahədir. Siz evinizi satışa qoymaq istəyirsiniz. Bu bir ev ola bilər, bir obyekt ola bilər və bunun tanıtımı lazımdır sizə. Hələ ki o ev təmir olunmayıb, o bina hələ təmir olunmayıb, hələ tikilməyib və sadəcə boş bir sahədir. Biz animasiya formada sizin reklam tanıtımınız üçün də köməklik göstəririk və bu animasiya, video animasiyaları sizə köməklik edir ki, artıq orada işinizi təqdim edəsiniz. Ümumi xidmətlərimiz haqqında sizi məlumatlandırdıq. Gəlin indi işimizin proseduru necə olur? Level bunları sizinlə paylaşaq. İlk öncə müştəri bizlə əlaqə saxlayanda biz sahəyə gedirik, ölçü götürürük. Qeyri-yaşayış obyekti də ola bilər, bina evi də ola bilər, həyət evi də ola bilər, fərqi yoxdur. Biz ölçüləri götürdükdən sonra tikinti, söküntü, mebel planı olaraq hər şeyi hazırladıqdan sonra müştərimizi ofisimizə dəvət edirik. Və orada artıq lazım olan məlumatları onlara deyirik və lazım olan məlumatları onlara alırıq. Necə bir formada istəyirlər, necə bir üslubda, necə rənglərdən xoşları gəlir və bir abu-hava yaratmaq lazımdır o evdə. Hər şeyin məlumatını aldıqdan sonra biz başlayırıq dizayn mərhələsinə. Dizayn mərhələsi bizdə sahənin böyüklüyünə əsasən günləri fərqlənir, amma biz çalışırıq ki, 10-15 iş günü ərzində bunu təhvil verək. İş bitdikdən sonra əgər evinizə uyğundursa, biz VR animasiyanı təklif edirik. Yox, əgər sahə balacadırsa və 4K renderlər sizin üçün kifayətdirsə, bunu təklif edirik və bu formada irəliləyirik. Belə ki, müştəri bizdən əgər VR animasiya xidmətini istəyirsə, biz artıq onu ofisə deyil, olan sahəyə gedirik, hələ ki təmir olmayan bir sahəyə və orada eynəki gözümüzə taxaraq, boş divarlara baxaraq artıq oranın dizayn olmuş formasını görür, real formasını görür və bu
çox gözəl və inanılmaz bir təcrübədir. Artıq orada məkanda hərəkət edərkən evin içində hərəkət edərmiş kimi hər şeyi hiss eləyir. İşıqlandırmasından tutmuş rənglərinə qədər. Bu buraxılışımız tanıtım məqsədlidir. Gələcək videolarda daha ətraflı məlumat verəcəyik. Bu arada bizi izləmədə qalın.